Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 7-ci sinif texnologiya kitabının 16-cı mövzusu olan mətbəx bıçağının itilənməsi texnologiyasının izahını verəcəm. Bilirik ki, müəllimlər, yəni bıçaq mətbəximizin əvəz olunmaz alətlərindən biridir, kəsici alətdir və onu da bilirik ki, müəyyən zaman ərzində kütləşə bilir və bu zamanda itilənməyə ehtiyac duyur. Həmçində kütləmiş mətbəx bıçağının kəsən kənarının tiyəsi, yəni o kəsən hissəsi. Əgər biz ona lupa altında baxsaq, onun dəyrimi olması bizim nəzərimizə çarpar. Bax, yadımızda bircə dəqiqə mənim açım. Deməli, bəzən sual düşür ki, kütləşmiş mətbəx bıçağının lupa altında baxdıqda onun görüntüsü necə olur? Dəyrimidir müəllimlər. Yəni, əgər biz lupa altında baxsaq, həmin o tiyənin dəyrimi olduğunu zaten belə deyək də, yəni düz şəkildə olsa heç o kütləşməmiş olar. Yəni, orada bir dəyrimilik yaranıb ki, o belə deyək, kəsməsi artıq kütləşir. Və bu zamanda biz onu təbii ki, itləməliyik. İtləmək üçün də bizə müəyyən alətlər lazımdır ki, biz bunların köməyi ilə bıçağımızı itləyə bilək. Həmçinin bizə onu da deyir ki, həmçinin də vurğulayır ki, bizə bu hissələrdəki, yəni ki, kütləşmiş bıçaqla işləmək çətindir də, yəni onu mütləq itləmək lazımdır. Deməli, biz bıçağı itləmək üçün bizə ən əsası dəzgah və yaxud da əl ilə itləmək üçün bizə alətlər lazımdır. Yəni itləyici, bax bu bizim burada elektrik itləmə dəzgahımızdır. Bu isə bizim əl ilə itləmə dəzgahımızdır. Hər ikisinin işini, yəni hər ikisində işi, yəni bıçağı itləyən bülövləmə daşıdır ki, bax hər ikisində bu bülöv daşı var. Hansı ki bu əl ilə olanda bax bu hissədədir və burada isə yəni hər ikisi birlə göstərilir. Burada isə bax bu kənarındakıdır ki, bülöv daşıdır ki, bax bıçağımızı itilir. Sadəcə olaraq fərq bunlarda nədədir? Yəni bax birinci, yəni əl itləmə dəzgahında bu bülöv daşını hərəkətə gətirən bu dəstəkdir. Yəni əlimizlə o dəstəyi fırlayırıq. Amma elektrik itləmə dəzgahında isə bu bülöv daşını mühərrik hərəkətə gətirir və hər ikisinin də və bir də hər ikisinin yox, yəni bu elektrik itləmə dəzgahının dayaq hissəsi var ki, bax burada bizə də göstəribdir. Orada belə deyək ki, bıçağı həmin nahiyədə belə deyək dayayıb işimizi yerinə yetirmək üçündür. Daha sonra baxaq görək, deyir ki, əl itləmə dəzgahının əsas hissəsini valotu, bax bu düşür, əl itləmə dəzgahının əsas hissəsini nə təşkil edir? Əsas hissəsini valo otusturulmuş cilalayıcı